Mamırlarda inkişaf nəsil növbələşməsi ilə gedir. Yəni, cinsi nəsillə qeyri-cinsi nəsil növbələşir. Bu zaman bizə lazım olan məlumatları deyəcəm. Siz də bu videonu özünüz üçün yaddaşda saxlayıb hər dəfə istifadə edə bilərsiniz. Əvvəlcə mamırın yetkin fərdi necə olur? Əgər biz yaşıl quş mamırından danışırıqsa, onun yetkin fərdi iki evlidir. Yəni, dişi mamır ayrıdır, erkək mamır ayrıdır. Dişi mamırda arxigonilərdə yumurta hüceyrə, erkək mamırda anteridilərdə isə spermatozoid əmələ gəlir. Görürük ki, cinsi hüceyrələr ayrı-ayrı mamırların üzərində əmələ gəldiyinə görə deyirik onlar iki evlidir. Dedik ki, dişi mamırının arxigonisində, baxırıq bura, arxigonisində yumurta hüceyrə əmələ gəlir. Və erkək mamırın anteridisində isə spermatozoid əmələ gəlir. Spermatozoidlərə diqqət edin, qamçılıdırlar. Onların yumurta hüceyrənin üzərinə düşməsi üçün suyun olması vacibdir. Deməli, mamırların inkişafında, çoxalmasında suyun iştirakı vacibdirmi? Bəli, suyun iştirakı vacibdir. Ona görə də bu bizim üçün vacib xüsusiyyət, yəni testlərimizdə götürəcəyimiz vacib xüsusiyyətdir. Su şeh damlası ola bilər, yağış suyu ola bilər. Bu zaman spermatozoidlər qamçıları vasitəsilə hərəkət edib gəlir düşür arxigonidə yumurta hüceyrənin üzərinə. Və bu zaman mayalanma gedir. Mayalanma nəticəsində zigot əmələ gəlir. Spermatozoiddə haploid xromosom dəslidir, yumurta hüceyrədə haploid xromosom dəslidir. Bunların birləşməsindən 2N xromosomlu diploid zigot yaranır. Zigotdan əmələ gələn hissələr olacaq 2. Çünki zigot mitoz bölünmə keçirir. Zigotdan nə əmələ gəlir? Zigotdan əmələ gəlir qutucuq. Bir də qutucuğu öz üzərində saxlayan bu hissə, yəni qutucuğun ayaqcığı. Onda qutucuqda 2N xromosomlu olur. Qutucuğu öz üzərində saxlayan ayaqcıq da 2N xromosomlu olur. Yəni zigotdan nə əmələ gəlirsə, onlar 2N xromosomludur. Və 2N xromosomlu olan hissələr sporofit nəsildirlər. Yəni əslində sporofit nəsil, əgər içərisində spor əmələ gəlirsə, yəni üzərində spor əmələ gəlirsə, bu sporofit nəsildir. Spor da əmələ gəlir qutucuğun içərisində. Bu sporofitdir. Bəzən uşaqlar qarışdırır ki, qutucuq da dişi bitkinin üzərində əmələ gəlir. Dişi bitkinin özü də sporofitdirmi? Xeyr. Niyə? Çünki dişi bitkidə bayaq gördük ki, arxigonilər var idi onun içərisində. Tutaq ki, burasında baxın, bu arxigoni dişi bitkinin üzərindədir. Orada yumurta hüceyrə əmələ gəldiyinə görə dişi bitkinin özü gametofitdir. Amma onun üzərində zigotdan yaranan qutucuq və qutucuğun ayaqcığı isə sporofit nəsildir. Və qutucuğun özü 2N'dir. Qutucuğun qapağı 2N'dir. Qutucuğun ayağı 2N'dir. Qutucuğun içərisində spor meyoz bölünmə nəticəsində əmələ gəlir. Meyoz bölünmədən əmələ gəldiyinə görə, meyoz bölünmədə bir ana hüceyrədən, ana hüceyrənin xromosom sayının yarısına bərabər 4 dənə hüceyrə əmələ gəlir demişik. Spor da meyoz bölünmə nəticəsində əmələ gəlir. Qutucuğun özü 2N idi. Qutucuğun içərisində əmələ gələn sporlar yarısı deyiriksə neçə olacaq? Haploid, yəni N. Bu sporlar cücərəndə protonemanı əmələ gətirir. Onda protonema da N'dir. Protonemanın üzərində dişi mamırlar, erkək mamırlar əmələ gəlir. Deməli, onların özü də, 2 yazdım, 2 yox, N xromosomlu olacaq. Çünki protonemanın özü də haploid idi. Ondan əmələ gələnlər, yəni onun üzərində əmələ gələnlər, yəni dişi mamırlar, erkək mamırlar da haploid xromosomlu olacaqlar. Burada bizə suallarda mamırın yarpağı da desə N, rizoidi də desə N, anteridisi desə N, arxigonisi desə N, spermatozoidi yumurta hüceyrəsi desə N, hamısını N yazacağıq. 2N nələri yazacağıq? Bunu ayrıca sizin üçün qeyd eləyirəm. Zigot, qutucuq, yəni zigotdan əmələ gələnlər. Ayaqcıq, yəni qutucuğun ayaqcığı, qutucuğun qapağı. Bunlar hamısı nə olacaq? 2N xromosomlu. Qalan hissələr olacaq haploid xromosom dəsli.